Rubiklerin bugünleri yeni bir videoyla karşınızdayım. Dostlar bugünleri AVM'de gece gizlice kalacak. AVM'nin önden görünüşü belədir. Kapısı var ve yandan görünüşü belədir. Arkadan görünüşü belədir ve kapısı var. Çıkış kapısı. Yandan görünüşü ise belədir. AVM'ye girmeden önce AVM'ni göstermek istedim dış görünüşünü. Gördüm ben AVM'nin dış görünüşünü çektim. İndi ise iç görünüşü belədir. Neyse onsuz videoda göreceksiniz. Çok gizlici her şeyi göreceksiniz. Buradan marketçi var. Buradan yiyeceği alabiliriz. Sonra ise gideriz gizlice kalarıq bir yer taparıq. Ama dikkat çekmemek için bunu alacağım. Tamam, AVM'de dikkat çekmemek için bunu aldım. Zaten akşamda az kalıp. Ama indi bir oturacak yer tapmalıyam. Burası yaxşıdır aslında. Masama koyum yemeğimi. İndi ise yaxşıdır. Yanıma birisi geldi. Salam, eğer bu giysidən istəyirsinizsə $5000. Yok sağ olun, ben istemiyorum. Siz gidin başka yere. Elə giysi istemiyorum. Mənə buyurdunuz. Bəli, sizə buyurdum. Pulunu ödəməlisən. Nuş olsun. Sağ olun, indi ise ben getməliyəm. Yani birinci karta ödeniş ettirəm, tamam. İndi ise ben rahatça yemeğimi yemek istiyorum. Yani derin bir nefes alıp yemeğimi yemek istiyorum. Burada popcorn var ki. O popcorna bayılırım. Popcorn mükemmeldir. Her AVM'ye girende popcorn yiyirəm. Hatta popcornun film izleyerken daha tatlı olur ama en çok ben öz videolarımı izleyerken yiyirəm. Burada da bunu da yemek istiyorum. Mənə bundan verebilirsiniz. Bəli, verə bilərəm, əgər ödəniş eləsəniz. Ödeniş yiyeceğim. Sadece o yemeği yedikten sonra. Zəbt olmasa o yemeği mənə verin. Sonra ödeniş yiyeceğim zaten. Yaxşı xanım, buyurun. Ya da mən istemedim ve ürəyim istəmir siz hardasınız? Okey. Popcorn almışam aslında. Burada şokolad var. Şokolad mükemmeldi. Şokolad alacağım. Şokolada da bayılıram. Popcorn'a da bayılıram. Almayı da hoşum gelir. Yani ama hərəsinin öz dadı var yani öz yerinde. Bu arada bu yarışlar ne vaxt olacak? Eğer olacaksa mən də gedim. Mən gedəndə də maşını da aparıram, amma maşının sürətli gezmir. Bir problem onda var. AVM də nə vaxt qapanacaq görəsən? Əslində qapanmalıydı indi ya. Qaranlıq da olub, yəqin ki birazdan qapadarlar. AVM nə vaxt qapanır yəni? Nə vaxt qapansa onda mənə deyərsiniz. Mənim xəbərim olsun da burada qalmayayım. Başka bir şey için deyirəm, yenə AVM'de gizli qalmayayım, kilitli olur axı. Xanım, qalxmayın, heç nə olmaz sizə. Mən sizə qurağı çıxardaram, olmasa da siz özünüz birazdan gedərsiniz. Bəli, gedərəm mən birazdan, yəni indi də gedərəm. Biraz gəzsəm, gezəcəm zaten. Tamam, indi isə mən buraları biraz gəzdim, görüm necədir AVM'niz ilk dəfə gəlirəm. Burada gizlənəcək bu çıxış qapısıdır. Burada gizlənəcək başqa yer yoxdur görürsən. Mən gözəl bir yer istəyirəm. Burada gizlənə bilmərəm, məncə görünərəm, tez tapılaram. Burada da gizlənə bilmərəm, məncə. Burada da gizlənə bilmərəm. Yəni bitki. Bu bitkidə də gizlənə bilmərəm. Burada mikrofon var. Burada mahnı da oxuya bilərik. Ama ses çıkarmamak için bunu oxumayacaq. Gizlənməyə yer axtarırıq hələ ki biz. Diqqət çəkməmək için yavaş yeriməliyəm. Ya pizzalara baxıram. Heç yerdə gizlənməli yer yoxdur. Məncə tez tapılacam. Yuxarı qaldı. Bence yuxarıda gizlənərəm. Burada gizlənə bilmərəm, burada da. Tamam, indi isə... Şişeden giriyorum kapıya girmeydense. Burada paltaların arkasında da gizlənə bilmərəm. Yəqin ki mən elə umuram. Burada da gizlənə bilmərəm. Bura idman yeridir, yoxsa balodur. Nə bilim, bilməm. Deyəsən məndən şübhələnirlər. Hiçbir yerdə gizlənə bilməyəcəm deyəsən. Birinci qatda, ikinci qatda mənlik deyil. Bu mənim arxama niyə düşmür? Bura olabilir aslında. Ya yatağın altında gizlənə bilərəm, ya da bu masanın altında gizlənə bilərəm. Okey. Rubikler tapdım. Yani dediğim kimi burada gizlənirəm masanın altında.
Çünkü yatağın altına gizlənə bilmədim, yəni göründüm. Yəni burada da görünürəm. Amma yenə də burası daha yaxşıdır o birisinə baxanda. Rubiklərin bir dəyişiklik eləmək istədim. Əslində orada da çox qalmadım, 1-2 saat qaldım. Çünki oradan səs gəlirdi və dəyişiklik eləyib burada oturmaq istədim. Yəni uzanmaq istədim, çünki orada görünə bilərdim. Məncə bura gəlməzlər, məncə deyirəm. Tamam, indi isə buradan çıxdıq. Ay, o tərəfə getməliyəm, tamam. Yönümü değiştirdim dostlar. İndi isə... Ay, düşdüm yerə. Tamam, neysə. Bu bizim moralimizi pozmasın. Qapıya baxacaq zaten. Qapı bağlıdır deyib. Bu da demək olur ki, yəni market bağlanıb, AVM bağlanıb və içəridə heç kimsə yoxdur. Bu deməkdir, yəni. Amma yenə də biz önləmimizi alaq, diqqətli olaq, yuxarı baxaq və sakincə yeriyək. İndi yavaşca ikinci mərtəbəyə çıxdıq. Çox gözəl. Buranın şirkət, yəni şirkət, bu AVM'nin şirkətinin sahibi deyəsən yoxdur burada. O yaxşı işdir. Dostlar, indi popcorn yerində pizza yeyirəm. Hələ ki birisi yoxdur. Kimdir? Burada gizli qalır yoxsa? Neysə, mən burada pizzamı yiyeyim. Yəqin ki o görevli değil. Yəqin ki güvənlik görevlisi. Yəni burada işleyenlerden değil. Ama yani niye gelip bilmem. Bugünlerde elə bir heç kim AVM'ye gelmemiştir. Ama əvvəlcə buradan ben pılımı götürüm. Tamam, pılımı götürdüm, çok güzel. Çünkü onlara pul vermiştim. Onu götürüm. Buradadır. Buradadır, tez gizlənməliyəm. Köpəklər burada olduğu için ben burada belə durmuşam və o məni görməsin deyə hələ ki burada gizlənəcəm. AVM'nin sahibi yuxarı çıxdı, ikinci qatda kimisə axtarır. Deyəsən məni. Amma məncə boşuna axtarır, çünki mən tapa bilməyəcək. AVM'de qalan var. Bunun səsi nə olub? Kız gördü, mən də tez gizlənməliyəm. Deyəsən bu pilləkənin altına gizlənəcəm. Tamam. İnşallah məni görməmişdir. Səni gördüm. Artıq həbsə gedirsən mənlə bərabər. Mən video çəkirdim. Yəni mənim heç bir suçum yoxdur. Buradan heç bir şey uğurlamamışam. Uğurlasaydım, yəni həbsə girərdim deyə düşünürəm. Yəni əslində mən YouTube videosu çəkirdim. Elə bir bunu YouTuberlar çəkirdi. Yəni ona görə onlar tutuklamırdınız. Məni niyə tutuklayırsın? Niyə sürmürsən? Tamam, okey. Söz deyirəm çünki. Məni tutuklamanız olmaz. Yəni məni tutuklamağa bir səbəbiniz yoxdur. Həbsə girmək istəmirəm. Of, yeni gəldim bura. Biraz ağıl ol, belə videolar çəkmə. Zaten abunə olub like atmırlar. İndi isə burada qalacaqsın həmişə. Of, burada qalmaq istəmirəm. Bir çıxış yol tapmalıyam. Bəlkə həbsxanadan qaçsam, bəlkə də yox. Sən burada nə plan qurursan, hə? Yemək ye. Sağ olun. Mən də açmışdım. Amma buranın polisi yoxdur. Yəni polis versin də yeməyi. Siz gedin AVM-ninizə. Məcbur yeməyimi belə yeyəcəm. Çünki bərəkəti yerə qoyub və mən də yeməyimi aşağı yeyəcəm. Bu arada paltar değişir, polis olur. Çok yemeği yedim yerden. İndi ise çok karnım ağrıyor ve ben polis bir icazə aldı içeri girəndə. Allah, qıyamadım, ye. Sağ olun, amma deyəsən düzgün vaxta gəlməmisiniz. Çünki deyəsən mən tualetdəyim. Burada qapıyı açıq qoyub. Bunun motosikletini çalım, tamam. Bu arkayı verin. Deyəsən bu hapishanadan kaçmağımın bir yoludur. O da stikerlə gəldi, sildi, götürdü motosikleti. Eybi yoxdur. Yeni hapishaneye döneceğim. Bebekler abone olup like atmayı unutmayın. Sizi çok seviyorum.